Ən birinci qardaşlara nəsihət eləmək istərdim. Ümumiyyətlə müsəlman gərək vaxtını boş keçirməsin. Elə belə oturub qardaşlarla çay içmək, nəsə söhbət eləmək olar, amma həmişə düzgün deyil. Xüsusən o məclislərdə ki, elm məclisi deyil, elmdən danışılmır. O məclislərdə hələ belə söz-söhbət qeyl və qal ərəbdə demiş ki, o düzgün deyil. Müsəlman gərək öz vaxtını qorusun. Ondansa həmin qardaş, həmin müsəlman getsə evdə, öz evdəkilərlə vaxt keçirsə, uşaqlarla, hətta uşaqlarla oynasa, ailəsi ilə hətta oynasa, daha savab çox qazanır. Hədisdə gəlib ki, oyunların çoxsu batildir, evdə uşaqlarla, ailə ilə oynamaqdan başqa. Hətta oynamaq, yəni bu özü ibadətdir. Və vaxt keçirmək ailə ilə ibadətdir. Ona görə belə məclislərdən uzaq olmaq lazımdır. Onlar hərdən, amma daha həmişə yox. Ona görə vaxtı həmçinin ayırmaq lazımdır ailə üçün. Ailə ilə bir yerdə olmaq lazımdır, tərbiyə eləmək lazımdır. Evə gələndə də zövcəni tərbiyə eləmək lazımdır, nəsə öyrətmək lazımdır. Sən ondan sonra get elm məclislərdə oturub, qaydanda necə sahabələr edirdilər. Peyğəmbər sallallahu əleyhi və səlləm otururlar, qayıdırdılar, eşitdiyi hədisləri öz yoldaşlarından danışırdılar. Sən də belə ol. Yəni o elmi hansı ki öyrənirsən, gəl evdə danış. Həm özün təkrar edəcəksən, elm səndə bərkiyəcək, həm də evdəkilərə öyrənəcəksən. Vaxt ayır. Tərbiyə, uşaqlara, yoldaşlara. Ona görə bu çox mühümdür. Çox mühümdür və evə tez gəl, tez yatmağa get. Yəni düzgün həyat tərzi sürmək lazımdır. Həmçinin bacılara da məsləhətim odur ki, bu şeyə görə söz-söhbət gərək eləməsin. Yəni küsmək, incimək, aranı qarışdırmaq, dava salmaq belə şeylərə görə düzgün deyil. Belə qadın eləyəndə əksinə kişini qaçırdır. Siz təsəvvür edin ki, onsuz da kişi gəlmək istəmir evə, müəyyən bir səbəblərə görə. Düzdür, ola bilsin zəifdir, düzdür, ola bilsin cavandır, yenəsə. İndi gəlir evə, evdə də söz-söhbət, qanqarıçılıq. Əksinə bu kişini daha da çox qaçırdacaq. Bunun həlli odur ki, əksinə qadın gərək daha yaxşı kişi ilə davransın, çalışsın, belə eləsin ki, kişi özü istəsin evə gəlməyə. Çox vaxt bacılar özləri təqsirkardırlar. Lazım olan diqqəti göstərmirlər, lazım olan şəkildə danışmırlar. Yəni ərləri necə istəyir, belə olmurlar və s. söz-söhbət yaradırlar. Ona görə kişi çox vaxt ona görə evə gəlmək istəmir. Qadın gərək buna görə söz-söhbət eləməsin. Davransın onunla gözəl, küsməsin, söz-söhbət salmasın, gözəl şəkildə ona nəsihət eləsin və onu çalışsın, razı salsın. İnşallah belə həll olunacaq bu məsələ.